Salam, hər birinizi salamlayıram dostlar. Necəsiniz? Keçən dəfə vloqumda görmüşdünüz ki, mən iHerb'dən vitaminlər sifariş eləyirəm və çoxsunun marağına səbəb olmuşdu. Söz verdiyim kimi bu gün yenə iHerb'dən vitamin sifariş eləyirəm və onun videosunu çəkib sizlərə göstərirəm. Kim istəyirsə öz üçün sifariş eləyə bilər. iHerb proqramını Play Marketdən və yaxud da App Store-dan yükləyirik telefonumuza, daxil oluruq proqrama. Proqrama daxil olanda bu cür vitaminlərin səhifəsi gələcək və buradan profil yerindən ən aşağıdan profil yerinə daxil oluruq. Mənim burada artıq bir hesabım var, ona görə yenidən hesab açmaq istəmirəm. Amma sizə necə hesab açılır onu göstərəcəm. Buradan hesab bilgilərim var. Burada profilə daxil olduqda hesab bilgilərimə daxil oluruq. Və burada gördüyünüz kimi ad, soyad, telefon, e-mail, parol, ölçə, təslimat adresi, ödəmə yöntəmi və yenə fatura adresi var, istəyir bizdən. Burada telefon nömrəsi yerinə nömrə yazmaq ehtiyac yoxdur. Çünki buranın nömrəsi, buradan istənilən nömrə Azərbaycan nömrəsini təsdiq eləmir. Bura lazım deyil, yəni yazmasaq da olar. Əsas odur ki, təslimat adresi və fatura adresinə nömrəmizi yazırıq və salam. Ad, soyadımızı yazdıq, e-mailimizi, parolumuzu, ölçəmizi seçdik və təslimat adresini göstərirəm indi sizə. Təslimat adresini də yenə bu formada ölçü olaraq Azərbaycan, ad, soyadımızı, adres olaraq yenə mən öz ünvanımızı, İkinci adres olaraq yenə Nəsimi rayon Hüseyn Bala Əliyev 117C belə yazdım. Şəhər olaraq yenə Bakı, əyalət bölgə bu formada yazdım və nömrə yerinə öz nömrəmi qeyd elədim. Dostlar, nömrənizi bu cür qeyd eləyin. Plus olmadan elə adi formada 994 50 və yaxud da 55-70 bu cür sonra nömrənizi qeyd eləyirsiniz və qeyd eləyirsiniz. Nömrəniz də yaddaşa verilir. Eyni məlumatları burada fatura adresinə də yazırsınız və əlbəttə ki, ödəmə yöntəminizi seçirsiniz. Mənim burada səbətdə indi vitaminlərim var. Bunu sizlərlə bir yerdə sifariş eləmək istəyirəm. Dostlar, vitamin, bir də onu qeyd eləmək istəyirəm ki, məndən soruşursunuz ki, kargo pulu nə qədərdir? Burada hər dəfə dəyişir. Məsələn, baxın, 103 manatlıq məhsul alanda burada kargo pulu 0.70 qəpiyə düşübdür. Görürsünüz? Amma məsələn, bunları çıxardam. Bir dənə məhsul alanda 37 manatlıq məhsul məsələn 50 manata düşür. Burada 12.67 də göndəriş pulu kimi qeyd eləyir. Yəni nə qədər çox vitamin alsanız, məsələn 83 manatlıqda 9 manat 28 qəpiyə göndərir. Nə qədər çox məhsul alsanız, nə qədər çox vitamin alsanız, kargo o qədər pulsuz və yaxud da az pula gəlib çıxacaq. Burada gördüyünüz kimi bir daha qeyd eləyirəm, 103 manat göstərir. Burada da sifariş üçün mənə hansı kargo ilə gələcəyi göstərilir. Asiya kargo ilə gələcək. Yenə heç bir yerdən qeydiyyatdan keçmirik. Kargo şirkətindən özləri gələndə zəng eləyəcək və qapımızın yanına gətirirlər. Mən düşüb aşağıdan götürürəm. Bu cür sifarişimizi veririk. Və sifarişimizi verdik dostlar. Burada göstərir ayın 18-dən 21-nə kimi təxminən gəlib çatacaq. Sifarişi verdikdən təxminən 24 saat sonra belə bir mesaj gəldi mənə və məhsulu bəyan etməyim istənildi. Smart Customs proqramı lazımdır bizə. Bunu da eyni qaydada Play Marketdən və yaxud da App Store-dan yükləyirik və buradan qeydiyyatdan keçmək lazımdır. Mənim qeydiyyatım artıq var və yenidən qeydiyyatdan keçə bilmirəm sizin üçün. Asandır əslində, video təlimat da var gördüyünüz kimi orada. İstəsəniz oradan da baxıb qeydiyyatdan keçə bilərsiniz və bu cür qeydiyyatdan keçdikdən sonra elektron ticarət sadələşmiş bəyannamə yerinə daxil oluruq. Normalda bura daxil olanda bəyan edilməmiş bölməsində Trendyolda nəsə alanda gəlib bura düşür. Amma iHerb'dən alanda gərək özümüz bəyan edək. Bunun üçün də nə edirik? Burada aşağıda plus işarəsinə daxil oluruq və bu cür səhifə açılır. Buradan nömrəmizi qeyd edirik. Yenə 50 və yaxud da 55 bu cür yazırıq və bizə göndərilən mesajda izlənmə kodu yazılmışdı. Məhsulun izlənmə kodu. Həmin o izlənmə kodunu oraya yazmaq lazımdır. Baxın, burada İHB 5 ilə başlayan, 542 ilə başlayan belə deyim kod var. Həmin kodu bizə göstərilən yerə yazmaq lazımdır. Mən asan yolun belə eləyirəm. Həmin mesajı kopyalayıb, buradan qalanını silib, həmin o kod yerinə çıxardıb, bura kopyalayıb yapışdırıram. Siz başqa cür də eləyə bilərsiniz. Və burada bizə göndərən kargonun adını qeyd eləyirik. Məndə iHerb'də Asiya
kargo ilə göndəriləcəyi yazılmışdı və Amerika Birləşmiş Ştatları seçirik. Satıcı isə iHerb yazırıq və aşağıda irəli düyməsinə basaraq davam edirik. Buradan yenə əlavə edirik. Burada malın daxil olduğu əsas nədir onu göstərir. Mən buradan iHerbdən sifariş elədiyim üçün vitamin dərman kimi qeyd eləyəcəm. Dərman seçdikdən sonra burada digər ikincidə yenə də soruşur nə olduğu. Orada da vitamin olaraq qeyd eləyirəm. Invoice qiyməti isə yenə iHerbə daxil oluruq. Dəqiq qiymətinə baxırıq. Buradan detallara gəlirik. Dəqiq qiymət neçədirsə onu görürsünüz 103 manat 18 qəpik. Nədirsə onu olduğu kimi burada ümumi invoice qiymətinə yazırıq. Valyutanı Azərbaycan manatı seçirik. Daşınma xidməti isə 0 eləyirik. Yəni pulsuz gəlir bizə ona görə. Bir daha qeyd edirəm. Burada Azərbaycan manatı ilə iHerbdən aldığımız üçün Azərbaycan manatı qeyd eləmək lazımdır. Və bu cür təsdiq eləyirik. Vəssalam, işimiz burada bitir. Yəni çox asandır əslində. Belə baxanda biraz çətin görsənsə də əslində çox asandır. Təxminən 10 günə, 12 günə, 13 günə də iş gün ərzində gəlib çatır. Hələ ki məndən bu qədərdir dostlar. Nəsə sualınız olsa yorumlarda yaza bilərsiniz. Videom xoşunuza gəldisə bəyənməyi və abunə olmağı unutmayın. Sağ olun, hələlik.